Salam əziz dinləyicilər. Bu günlər fizika 7-ci sinif 2-ci hissədən səhifə 64 və 65-də olan ümumiləşdirici tapşırıqların izahına baxacağıq. Başlayaq. Birinci, şəkildəki fənərin elektrik dövrəsinin sxemi hansı variantda düzgün verilmişdir? Biz baxırıq şəklə, lampa var, açar var və qalvanik element batareyası var. Burada A variantı, indi baxaq hansı doğrudur. A variantında açar verilməyib. Buna görə A variantı doğru deyil. B variantında cərəyan mənbəyi verilib. Bizdə isə qalvanik element batareyasıdır. C variantında isə açar, qalvanik element batareyası və lampa üçü də verilib. C variantı doğrudur. Digər variantlara da baxaq. D variantında baxırıq, burada mənbə qalvanik element batareyasının mənbəyini baxırıq, düzgün 2 dənə mənfi yan-yana göstərib. O düzgün birləşdirmə, amma bizim yuxarıda özündə baxırıq mənfi müsbət birləşmə verib. E variantında isə yenə də mənbə verməyib. Buna görə də Y variantı da doğru deyil. İkinci tapşırığa baxırıq. Deməli, birinci tapşırıqda oldu C variantı. İkinci tapşırığa baxırıq. Azər lampaya birləşdirilmiş cihazlarla ölçmələr apardı. Hansı ifadə doğrudur? Birinci, A cihazının ölçdüyü kəmiyyətin vahidi amper, B cihazının isə voltdur. Bəli, A ampermetrdir. Bu cihazın ölçü vahidi amperdir. B-də isə voltmetrdə ölçü vahidi voltdur. İkinciyə, birinci doğrudur. İkinci, A cihazının ölçdüyü kəmiyyətin vahidi ohm, B cihazının isə voltdur. Bu yanlışdır. Üçüncü, A cihazının dövrəyə ardıcıl, B isə paralel birləşdirilib. Bəli, ampermetr baxırıq ki, dövrəyə ardıcıl, voltmetr isə paralel birləşdirilib. Üçüncü də doğrudur. Dördüncü tapşırığa baxırıq. A cihazının göstəricinin B cihazının göstəricisinin nisbətinin lampanın müqavimətinə bərabərdir. Deməli, A cihazının göstəricisi dedik cərəyan şiddəti I, B cihazının göstəricisi də gərginlik U. Deməli, I bölək U, I-nin U-ya nisbəti xeyr. Bu yanlışdır. Dördüncü, beşinciyə baxırıq. B cihazının göstəricisinin A cihazının göstəricisinin nisbəti lampanın müqavimətinə bərabərdir. Bəli, gərginliyin cərəyan şiddətinə nisbəti R-ə bərabərdir. Deməli, U bölək I bərabərdir R. Bu düstur doğrudur. Cavab 1, 3, 5. Doğru olan 1, 3, 5. Üçüncü tapşırığa baxırıq. Dövrənin M hissəsindən keçən cərəyan şiddəti neçə amperdir? M hissəsindən keçən cərəyan şiddətini hesablamaq üçün 3 amper və 2 amper toplayıram. 5 amper. Deməli, M hissəsindən keçən cərəyan şiddəti 5 amperdir. Dördüncü tapşırığa baxırıq. Şəkil 1-də verilmiş dövrənin A və B uclarına müxtəlif ölçülü mis naqillər birləşdirilir. Bu zaman lampanın parlaqlığı şəkil 2-də göstərildiyi kimi dəyişir. Lampanın parlaqlığı ilə naqillərin ölçüləri arasında uyğunluğu müəyyən edin. Deməli, A variantında verilib 2L uzunluqlu S sahəsinin diametri S-dir. B variantında yenə 2L, 2S. C variantında isə L, 2S sahənin bir məftil verilib. Deməli, bu hamısı mis məftil olduğu üçün roları eynidir. Və biz buradan I bərabərdir U bölək R düsturundan, R bərabərdir Rho L bölək S düsturundan istifadə edirik. I bərabərdir bu ikisi düsturun bir-birinə yerinə qoysaq, I bərabərdir U S bölək Rho L olur. Burada I baxırıq S-lə cərəyan şiddəti naqilin məftilin uzunluğunun sayəsindən düz, yəni cərəyan şiddəti artdıqca naqilin inkəsinin sayısı artır. Cərəyan şiddəti uzunluqla isə tərs mütənasibdir. Yəni, cərəyan şiddəti artanda naqilin uzunluğu azalır. Deməli, A variantında baxırıq. I bərabərdir U S bölək 2 Rho L olur. B variantında I bərabərdir U vuraq 2 S bölək 2 Rho L. O da 2-lər ixtisar gedir. U S bölək Rho L qalır. C variantında I bərabərdir U vuraq 2 S bölək Rho L. O da bərabərdir 2 U S bölək Rho L olur. Deməli, ən böyük olan C variantı, parlaqlıq daha yüksək oldu. Cərəyan şiddəti daha çox oldu, parlaqlıq daha yüksək oldu. Deməli, 1-ə uyğundur C variantı, 2-yə uyğundur A variantı, 2-dən ən kiçikdir, 3-ə də uyğundur B variantı.
Növbəti tapşırıq 5-ci tapşırığa baxırıq. Şəkildəki dövrədə cərəyan mənbəyinə qoşulmuş voltmetrin göstəricisi U bərabərdir 12 voltdur. İndi baxaq. Lampalar dövrəyə necə birləşdirilib? Deməli, lampalar dövrəyə paralel birləşdirilib. B variantı lampaların gərginliyini tapın. Lampaların gərginliyi paralel birləşmədə biz bilirik ki, gərginlik mənbəyin gərginliyinə bərabərdir. Yəni U1 bərabərdir U2, o da bərabərdir U. Deməli, hamısında 12 voltdur. Lampanın gərginliyi 12 voltdur. Lampaların hər ikisinin gərginliyi. C variantına baxırıq. Hər bir lampadan keçən cərəyan şiddətini hesablayın. Birinci, I bərabərdir U bölək R düsturundan istifadə etməklə I1 bərabərdir U bölək R1. Yəni, gərginlik hamısında eyni olduğuna görə, ikisində də eyni olduğuna görə 12-ni bölürəm 3-ə, o da bərabərdir 4 amper. I2 bərabərdir U bölək R2, o da bərabərdir 12-ni bölürəm 6-ya, o da bərabərdir 2 amper. Deməli, I1 4 amper, I2 2 amperdir. 6-cı tapşırığa baxırıq. Reostatın sürgüsünü sağa sürüşdürsək, ampermetrlərin göstəricisi necə dəyişər? Cavabınızı əsaslandırın. Deməli, sağa sürüşdürsək, dövrənin aktiv hissəsinin uzunluğu artır. Biz də demişdik ki, müqavimət R bərabərdir rho L bölək S düsturundan. Müqavimət uzunluqla düz asılıdır. Aktiv hissənin uzunluğu artanda müqavimət də artır. Buna uyğun olaraq deyə bilərik ki, cərəyan şiddəti azalır. I bərabərdir U bölək R düsturundan. Yəni, I ilə R, oradan asıllığına baxsaq, deməli, müqavimət artanda cərəyan şiddəti azalacaq. 7-ci tapşırığa baxırıq. Eyni cərəyan mənbəyinə ardıcıl qoşulan lampaların sayı artdıqca. Eyni cərəyan mənbəyinə ardıcıl qoşulan lampaların sayı artdıqca onların parlaqlığı azalır. Cavab B variantı, onların parlaqlığı azalır. 8-ci tapşırığa baxırıq. Yolları işıqlandırmaq üçün istifadə olunan lampalar dövrəyə necə birləşdirilir? Cavabınızı əsaslandırın. Yolları işıqlandırmaq üçün istifadə olunan lampalar dövrəyə paralel birləşdirilir. Çünki paralel birləşmədə lampaların hər hansı biri sıradan çıxdıqda digərləri öz dövrəyə, yəni işığın dövrəyə qapalı vəziyyətdə yanmasına davam edir də, digərləri sönmür. Yəni dövrədən bir lampanı çıxardıqda digərlərinə təsir eləmir. Buna görə də lampalar, yəni yollarda işıqlandırmaq üçün istifadə olunan lampalar dövrəyə paralel birləşdirilir. 9-cu tapşırığa baxırıq. Şəkildəki dövrədə ampermetrin göstəricisi 0,5 amper olarsa, voltmetrin göstəricisi nəyə bərabər olar? Deməli, burada baxırıq ki, ampermetr ardıcıl birləşmədir. Ardıcıl birləşmə olduğuna görə cərəyan şiddəti bərabərdir. Yəni, I1-də I2 bərabərdir və mənbənin cərəyan şiddətinə bərabərdir. I1 də 0,5 amper, I2 də 0,5 amper olur. Onda biz də baxırıq ki, gərginlik, voltmetrin göstəricisini soruşur. Voltmetr də R1 müqavimətini ölçür. Yəni, R1 lampanın müqavimətini ölçür. Buna görə də U bərabərdir I-R düsturundan, U bərabərdir R düsturundan, I1 R1. Onsuz da ilər cərəyan şiddətləri bərabər olduğuna görə I1 0,5 amper vuraq, R1 də 1 ohm, 0,5 1-ə vuranda 0,5 volt. Deməli, U1 bərabərdir 0,5 volt. Voltmetrin göstəricisi 0,5-ə bərabərdir. 10-cu tapşırığa baxırıq. Dövrəyə birləşdirilən mis və alüminium naqillərin in kəsiyinin sayısı və uzunluğu bərabərdir. Eyni lampadan və cərəyan mənbəyindən istifadə olunduqda hansı naqilin daha yaxşı keçirici olduğunu necə müəyyən etmək olar? Cavabınızı əsaslandırın. Deməli, həm mis, həm də alüminium naqillər verilir. Bunların həm in kəsiyinin sayısı, həm də uzunluğu bərabərdir. R bərabərdir rho L bölək S düsturundan. Yəni, burada in kəsiyinin sayısı da uzunluq da bərabər olduğuna görə biz ancaq bunların keçiricilik qabiliyyətinə baxacağıq. Keçiricilik qabiliyyətdə keçən dərslərimizdə biz öyrənmişdikdir. Mis naqilin keçiriciliyi alüminium naqildən daha çoxdur. Buna üçün də deməli mis naqil daha yaxşı keçirici olur. Dövrəyə mis naqil birinci dövrə daha yaxşı keçirici olur. Bu da keçiricilik xüsusiyyətinə görədir.
Yəni keçiricilik xüsusiyyəti misnabilin daha çoxdur. Bunun üçün birinci dövrə daha yaxşı keçirici olur. Bu qədər uşaqlar, sağ olun, bəyənməyi, abunə olmağı unutmayın.